Çox təəssüflər olsun ki, Antalya Universiteti Dövlət Xəstəxanası Azərbaycanda cəmiyyət içində çox tanınan bir xəstəxana deyil. Amma inanın ki, Türkiyədə ən yaxşı 5 dövlət xəstəxanasından biridir. Və belə deyim də, hətta orqan transplantasiyası üzrə Türkiyədə ən yaxşı xəstəxanalardan biridir. Özəl dövlət hamısının qarşılığı. Yəni o çox böyük xəstəxanadır, çox böyük xəstə kütləsi var. Yəni biz bunu deyəndə bəzən həkimlərimiz şübhə eləyir. İndi biz sizə bir kadr göstərəcəyik. Baxın, bu kadrı bizim tələbəmiz çəkib. Görün nə böyüklükdə xəstəxanadır. Görün necə fərah bir xəstəxanadır. Genişliyi olsun, otaqları olsun. Yəni bu çox xırda kadrda olsa görsənir. Təbii ki, bunu internetdən özünüz də baxa bilərsiniz, amma bizim real bir çəkiliş olduğu üçün bunu sizinlə paylaşmaq istədik. Yəni siz də bizə müraciət eləməklə Antalya şəhərində dincələ, Antalya Universiteti Dövlət Xəstəxanası olan Akdeniz Universiteti Xəstəxanasında möhtəşəm praktik keçə bilərsiniz. Və oranın həkimləri, oranın heyəti çox istiqanlıdır, çox xoş münasibətdir. Bundan əmin olun, çox razı qalacaqsınız həmin xəstəxanadan və həmin şəhərdən. Buyurun, hər zaman xidmətinizdəyik.